Samaldakı evimi satıp villa tikirəm part 2. 100 minə tikə bilməyəcəksiniz mesajlarından sonra depressiyaya düşmüşdüm ki, qaynatam dedi, narahat olma bala. Elə bu anda Abşeron Ticarət Mərkəzindən belə bir mesaj aldım. Burada deyirlər, adamın işini Allah düzəltsin. Və gəldim qaynatama şirinlik etdim. Allah bak çakır. Dedim dur getdik. Gəldik Abşeron Ticarət Mərkəzinə. Yaxınlaşdıq ofisə. Lazım olan malları dedikdən sonra ərazisinə baxış keçirdim. Maşallah 300 hektar ərazisi var və biz buradayıq hal-hazırda. Və getdik armaturumuzu seçməyə. Mən buranın bu qədər geniş və demək olar ki, hər şeyinin olmasından xəbərdar deyildim. Hətta içərisində avtovağzal da var imiş. Gəlirsiniz, alış-verişinizi edirsiniz, gedirsiniz. Gəldik, armaturumuzu seçdik, aldıq, getdik torpağımıza. Maşallah 10 günə artıq bünövrəmiz hazırdır. Və bu boşluğu da nə üçün olduğuna gəldikdə isə dizaynda divanı belə verdik. Əminəm ki, tək-tük evlərdə var bu dizayndan. Nə qədər çətin olsa da 8 il öncədən seçmişdim və demişdim ki, bir gün mütləq mənim də evimdə bu olacaq. Armaturlarımızı da vurduq, bitdi. Davamı part 3-də.